Bismillahirrahmanirrahim. Qaf suresi. Qaf, and olsun bu Qur'an-ı Məcidə. Kafirlər görəndə ki, onlara öz içindən xəbərdarlıq eləyən bir peyğəmbər gəlib çıxmış, çaşbaş qalıb dedilər: bu çox qəribə işdir. Öləndənmi sonra torpağa, dönəndənmi sonra diriləcəyik? Həyata qayıtmamız çox müşkül bir işdir. Biz artıq bilirik onlardan kimlər yem olacaq torpağa. Dərgahımızda saxlanılan yazıda qeyd edilmiş hər şeyin barəsində. Haqq gəldimi onlara, onu dərhal dandılar. Tərəddüd içindədir, çaşbaşdır onlar. Başlarının üstündəki göyə bir nəzər salalar. Görələr onu necə qurmuşuq, necə bəzəmişik. Bircə çat yeri də yoxdur bu göydə. Yer üzünü də döşədik. Üstündə möhkəm dayanan dağlar yaratdıq. Gözəl bitkilərdən növ-növ bitirdik. Allaha üz tutan hər bəndə üçün aşkar bir dəlil olaraq, öğüd olaraq biz bunları elədik. Xeyir, bərəkət daşıyan su göndərdik səmadan. Bu su ilə gözəl bağlar var elədik. Biçinlik olan dənli bitkilər, sıx salxımlı uca xurma ağacları yetirdik. Bəndələrə ruzi olaraq və ölü bir ölkəni diriltdik. İnsanlar da beləcə qəbirlərdən çıxaraq dirilərlər. Onlardan öncə də danmışdılar göndərilmiş elçiləri. Nuh qövmü, Rast cəmaatı, Səmud qövmü, Ad qövmü, Firon, Lutun qardaşları, Əl-Eykə cəmaatı, Tübbə qövmü, hər biri danmışdı peyğəmbərlərini və vəd verdiyim o əzab haqlamışdı onları. İlk xilqəti yaradanda məgər yorulduqmu biz? Onlarsa bir daha xəlq olacaqlarına şək gətirirlər. İnsanı yaradan bizik, biz də bilirik nəfsi ona nə pıçıldayır. Biz ona şah damarından daha yaxınıq. Hər şeyi qeydə alan iki mələk əyləşmiş sağında və solunda. Ağzından söz çıxdı mı hazırdırlar yanında bu gözətçi mələklər. Vahimə gətirən ölüm haqdır. Bu sənin kafirə müraciətlə əzəldən bəri qorxub qaçdığın şeydir. Sur çalınır. Bu kafirlərə vəd verilmiş olan gündür. Hər kəs öz yanında onu məhşərə çəkib aparan bir mələklə və onun əməllərinə şəhadət verən bir mələklə gəlib çıxır. Sən bundan dünyada xəbərsizdin. İndi qəflət pərdəsini üstündən götürmüşük. Gözlərin artıq itidir. Budur əməllərinin yazısı deyir yanındakı mələk. Aparıb tullayın cəhənnəmə hər natərəs kafiri. Xeyir işə əngəl olan, zalım olan, dinə şək gətirən hər kəsi. O kəsi ki, başqa bir tanrını şərik qoşardı Allaha. Atın onu şiddətli əzab içinə. Rəbbimiz, onu mən azdırmadım. Dərin bir sapqınlıq içində vurnuxurdu özü öncədən, deyir yanındakı şeytan. Dərgahımda söyləşməyə son qoyun. Bu günün gələcəyini öncədən demişdim sizə. Dediyim söz bir olar. Bəndələrə də zülm eləyən deyiləm, deyir Allah. O gün cəhənnəmə doldunmu, deyərik. Yenə varmı söyləyər. Müttəqilərə cənnəti yaxın eləyərlər. Əslində heç uzaqda deyil o cənnət. Onlara deyilər, bu Allaha üz tutanlar üçün, onun qoyduğu sədləri qoruyanlar üçün vəd edilən bir yerdir.
Bu Rəhmanı görməyə, ondan qorxan, onun huzuruna tərtəmiz ürəklə gələn kimsəyə vəd edilən bir yerdir. Rum surəsi. Rəhman və Rəhim Allahın adıyla. Əlif, ləm, mim. Basıldı Rumlar yaxın bir ərazidə. Bu məğlubiyyətdən sonra qalib gələcək onlar bir neçə il içində. Əvvəldə də, axırda da Allahındır əmir, verər əmrini və sevinər möminlər o gün. Allahın yardımıyla sevinmiş onlar. İstədiyi kimsəyə yardım edər, güclüdür, rəhimdir o. Allah vəd vermişdi bu qələbəni. Vədini pozan deyil Allah. Fəqət bunu bilməyir əksər adamlar. Dünya həyatını üzdən bilər. Axirətdən büsbütün xəbərsiz olar onlar. Məgər özlüyündə düşünməzmidilər? Göyləri, yeri, bunların arasında olanları yalnız haqq olaraq yaratmış Allah və hər şeyə bir əcəl təyin eləmiş. İnsanların bir çoxu da Rəblərinə qovuşmağı danırlar. Bir gəzələr, dolaşalar yer üzünü, baxalar necə olmuş axırı öncəki nəsillərin. Bunlardan güclü idi o nəsillər. Torpağı əkib becərərdilər. Bunlardan çox tikərdilər, qurardılar. Peyğəmbərlər gəlmişdilər onlara, aşkar dəlillər gətirmişdilər onlara. Onlara zülm eləyən Allah deyildi, özləri özlərinə eləyirdilər. Və pisliklər eləyən kəslərin axırı çox pis olmuş. Danmışdılar Allahın ayələrini, məsxərəyə qoymuşdular bunları. Bir şeyi yaratmağa başlayır, yaradır. Sonra onu təkrar yaradır Allah. Onun da dərgahına axır dönəcəksiniz. Məyus düşər suçlular qiyamət qopan zaman. Onlar üçün iltimas eləyən çıxmaz qoşduqları şəriklərdən. Bunları danar onlar o zaman. Qiyamət qopan gün dəstələrə bölünərlər. Cənnət bağlarında şadyanalıq eləyər iman gətirən, salih işlər görən kəslər. O kəslər ki, kafirlik eləyiblər, bizim ayələri və mənimlə axirətdə görüşməyi danıblar, əzabla üz-üzə gələcək onlar. Axşamlar, səhərlər öyün Allahı. Günortadan sonra da göylərdə və yerdə həmd edilib öyülməli təkcə odur. Ölüdən dirini, diridən ölünü çıxarar. Torpağa ölümündən sonra dirilik verər o. Siz də diriləcəksiniz beləcə. Sizi torpaqdan yaratmış. Sonra siz insanlar yer üzünə səpələnmisiniz. Bunlar onun qüdrətinin dəlilləridir. Sizin özünüzdən sizlər üçün taylar yaratmış ki, rahatlıq tapasız taylarınızla. Sevgi ilə mərhəmət bərqərar eləmiş aranızda. Bunlar onun qüdrətinin dəlilləridir. Şübhəsiz bunlarda ayələr var düşünənlər üçün. Göyləri, yeri yaratmış. Dillərinizi, rənglərinizi fərqli eləmiş. Bunlar onun qüdrətinin dəlilləridir. Şübhəsiz bunlarda ayələr var elmli kəslər üçün. Gecələr, gündüzlər dincəlirsiniz. Gündüzlər onun lütfündən pay olaraq ruzu arayırsınız. Bunlar onun qüdrətinin dəlilləridir. Şübhəsiz bunlarda ayələr var qulaq asanlar üçün. Sizə şimşəyi göstərib
canınıza qorxu salır, gözünüzə ümid verir, sonra səmadan su endirir, bu suyla dirildir ölmüş torpağı. Bunlar onun qüdrətinin dəlilləridir. Şübhəsiz bunlarda ayələr var, düşünüb daşınanlar üçün. Onun əmrinə müntəzir dayanmış yerlə göy, torpaqdan çağıran tək sizləri qəbirlərdən çıxarsız. Bunlar onun qüdrətinin dəlilləridir. Onundur göylərdə nə varsa, yerdə nə varsa, hamı boyun əymiş ona. Bir şeyi öncə yaradan, yaratdığını öləndən sonra dirildən odur. Onun əlində bu çox asan bir işdir. Göylərdəki, yerdəki ən gözəl adlar onundur. Güclüdür, müdrikdir o.